Deməli işlərlə bağlı bayaqları çəkmək istədim. Sonra dedim qoy düzüm. Daha doğrusu usta dedi ki, belə düz çək ki, müştərilər də görsün. Şişlər hələ ki 3 cürə var. İnşallah bir də gələcək. Qiymətlər də fərqlidir. Qiymətləri kiməsə maraqlıdırsa soruşsun. Belə deyirəm, üstdən məsəl üçün 6 ay, 7 ay keçir, yox 1 il keçir, qiymətləri dəyişir istərsəniz. Mən özüm baha aldığım üçün qiymət fərqli olur. Amma videoda deyirək ki, fan qiymət demişdim. İndi niyə bizə belə qiymət deyirsə? Ona görə soruşun, hal-hazırdakı vəziyyətdəki qiyməti sizə deyəcəm. Qulpludur, bu 2 dənəlidir. Yəni ikisinə də ət keçirirsiniz birdən. Bunlar var. Sonrası devel manqal 40 santıdır. Görürsünüz, yəni artıqlaması ilə bəs edir şiş yerinə. Yəni şişdən işə də biraz fərq eləyir. Bu ət doğramaq üçün baltadır. Məncə taxta da doğrayar. Bir də belə bıçağımız var. Nədir? Bıçaq nə üçün? Yəni sırf kabablıq bıçaqdır. Şişi deməli, daha doğrusu əti şişdən çıxartmaq üçün, kəsmək üçün, yəni burada qapaq açmaq üçün elə də bahalı bir şey deyil. Qiymətlə maraqlansız, yəni bunu hamısı şəxsiyə. Bir də nə demişdilər mənə? Yəni yadımda nə qalıbsa onlar var, onları gətirmişəm. O da davamlı kərpizdir. Məsəl üçün manqalı yekə yığırsınız, bunun əhəmiyyəti nədir? O şimdi digər videoda onun haqqında ayrıca danışacağım. Video uzun.